Ölkədə imtahan prosesinin əlçatanlığı istiqamətində ciddi addımlar atılır. Bu məqsədlə imtahanların elektronlaşdırılması, nəticələrin qiymətləndirilməsində isə süni intellektdən istifadənin genişləndirilməsi nəzərdə tutulur. Elektron imtahan sisteminin əsas üstünlüyü ondadır ki, iştirakçı imtahanı yekunlaşdırdıqdan dərhal sonra öz nəticələri ilə tanış ola bilir. Bu isə həm vaxt itkisini azaldır, həm də şəffaflığın və obyektivliyin təmin olunmasına şərait yaradır. Beləliklə, namizədlərin 2-3 gün ərzində nəticələri gözləməsinə ehtiyac qalmır. İmtahanların elektron qaydada keçirilməsinin üstünlüyü çoxdur. Üstünlüyü odur ki, burada vaxt az sərf olunur. Məsələn, 100-cü sualdan 2-ci suala qayıtmaq üçün bir düyməni bir klik etmək kifayət edir ki, siz 100-cü sualdan 2-ci suala qayıda biləsiniz. Dünyada bu praktika artıq çoxdan istifadə olunur. Demək ki, dünyanın bütün ölkələrində elektron imtahan təcrübəsi var. Hətta dünyanın bir çox ölkələri, demək ki, həmin ölkələrdə imtahan xüsusən inkişaf edilmiş Avropa ölkələrdir ki, imtahan elektron formatda keçirilir. Dövlət İmtahan Mərkəzindən bildirildi ki, iştirakçı sayı az olan imtahanlar elektron formada keçirilir. Bu, elektron imtahanlar korpusunda gün ərzində təxminən 1500 nəfərin imtahan verməsinin mümkün olması ilə bağlıdır. Kompüterlərin sayının məhdudluğu da prosesə müəyyən təsir göstərir. Elektron imtahanlara misal olaraq dövlət qulluğuna aid imtahanları göstərmək olar. Eləcə də bu yaxınlarda peşəkar müsahib sertifikatının birinci mərhələsi ilk dəfə elektron formada həyata keçirilib. İmtahanın ikinci mərhələsi isə iştirakçı sayından asılı olaraq elektron şəkildə təşkil ediləcək. Daha sonraki mərhələlərdə biz planlaşdırmışıq ki, rezidenturaya qəbul imtahanıdır. Eyni zamanda 2027 və yaxud olsun 2028-ci ildə magistraturaya qəbul imtahanıdır ki, bunlar da standartlaşdırılmış bir imtahanlar kimi bir neçə dəfə keçirilsin və onları da biz artıq elektron formata keçirə bilək. Kütləvi imtahanlara gəldikdə isə, yəni buraxılış və ali məktəblərə qəbul imtahanında iştirakçı sayı çox olduğu üçün bu da prosesin elektron formaya keçidini ləngidir. Dövlət İmtahan Mərkəzindən o da bildirildi ki, yaxın 1-2 ildə kütləvi imtahanlarda elektron imtahanlar gözlənilmir.